Allah öz peyğəmbərini haqq olaraq göndərdi və onunla haqq din göndərdi. Liyuzhirahu aləd-dini kulli. Ona görə ki, bütün batil dinlərə, məzhəblərə, yollara qalib olsun. Bəziləri bugün deyə bilər ki, siz dindarlar niyə etiraz edirsiniz, niyə mübarizə edirsiniz, niyə sakit oturub dininizi yaşamırsınız ki, üstünüzə gəlirlər, sizi incidirlər, batil sizin üstünüzə gəlir. Bu irad var, çoxlarına var, edirlər, zaman zaman bizlərə də ediblər. Sakit oturun, üstünüzə də gəlməsinlər. Amma bir şeyi unudurlar və səhv eləyirlər. Biz kiminsə üstünə getmirik, biz nəyəsə etiraz etmirik. Sadəcə biz haqqıq deyə üstümüzə gəlirlər. Yerində otur, dinini yaşa məsələsi deyil. Sən yerində də otursan, dinini yaşasan, yəni din, həqiqi dini yaşasan, üstüvə gələcəklər. Harada haqq səsi ucalır, batil onun üstünə gəlir. Haqq cəbhənin bir ölçüsü, bir meyarı var. Düşmən kimləri hədəf alıb, imamımızın yer üzündə olan haqq naibini, Seyyid Əli Xamneyni, niyə bu qədər onun sözləri, onun fəaliyyəti, onun hərəkəti və onun təfəkküründə olan insanlar düşməni narahat edir? Bugün ancaq hədəfə onu alıblar. Və onun təfəkküründə olan, onun qoyduğu yolla gedən insanları hədəfə alıb düşmən. Təhdidlər rəhbərimizədir və rəhbərin təfəkküründə olanlaradır. Daima onun yolunu gedənlərə təhdid var və özünə təhdid var. Təbii ki, bu təhdidlərin heç bir faydası da yoxdur, heç bir ziyanı da yoxdur. İki dənə burada məsələ var. Quran ikisini də bizə təqdim edir. Quran deyir, İhdəl hüsnəyeyn. Ya şəhadətdir, bu da İslamın xeyrinədir, ya da ki, qalibiyyətdir. Üçüncü bir yol yoxdur.